Biz deyəndə ki, bu adam artıq İslamdan çıxıb, artıq müsəlman deyil və cəsarətli çatırsa desin ki, mən artıq deistəm, ateistəm, deyirlər ki, siz ona paxıllıq edirsiniz. O Quranla danışır, o Quranı bilir, o yalnız Qurandan olanı söyləyir. Gəlin görək, indi onun bu cavabı Qurana uyğun gəlir, yoxsa yox. Görün nə deyir. İnsanlarımız hər həftə cüməyə gedir. Bu nəyi dəyişir? Vaxtı gedir. İnsanlarımız hər həftə cüməyə gedir. Bu nəyi dəyişir? Vaxtı gedir. Pul gedir. Pul gedir. Getdiyiniz zaman çünki həqiqətən insanın bəzən olur ki, əsəbləri korlanır. Əsəbləri Neyi korlanır. dəyişir? 52 həftə var ildə. Bu günlərim Azərbaycan özündə 2000-dən çox məscidimiz var. Hər məscidə cümə günü təsəvvür edin 100 nəfər gəlsə, 200 min nəfər eləyir. Bu ölkəmizə və yaxud da həmin yerdə, bölgədə yaşayanlara bir faydası varmı? Nələri söylədi? İstəsəz baxa da bilərsiniz. Deməli, Allah Təbarək və Teala Cümə surəsində 9-cu ayəsində deyir ki, cümə günü namaza çağırıldığınız zaman alış-verişi tərk edin. Bilsəz bu sizin üçün nə qədər xeyirlidir. Allah Təbarək və Teala insanları, qullarını cümə günü namaza çağırır. Bu şəxs isə deyir ki, cümə günü gedirsiniz, nə dəyişir? Əsəbləriniz korlanır. Yollarda qalırsınız. Bu nəyi dəyişir? Sizcə bunu deyən adam, Allahın ayəsini inkar edən adam necə müsəlman ola bilər? Özünə necə müsəlman deyə bilər? Yəni bu qədər sizin gözləriniz qapalıdır, artıq heç nəyi görmək istəmirsiniz. Ədalətli olun. İslamda yoxsuzsa, deyilsizsə, nifrətiniz varsa, heç olmasa ədalətiniz olsun. Axı bu insan artıq Quranın ayəsini inkar edir. Açıq-aşkar inkar edir. Yəni burada artıq o belə dediyi tərcümə səhvdir söhbəti yoxdur. Tərcümə səhvdir söhbəti də boş-boş cəfəngiyat söhbətlərdir. Niyə görə boş-boş cəfəngiyatdır? Çünki akademiklər Vasif Məmmədəliyev, Ziya Bunyadov, ərəb dilinin biliciləri ömürlərinin böyük bir hissəsini sərf ediblər bu tərcüməyə. Və mən buradan müraciət eləmək istəyirəm akademiklərimizin hüquqi varislərinə. Verin bu insanı məhkəməyə. Böhtanına görə, ədalətsizliyinə görə, yalanına görə. Sən necə bu insanlara böhtan atırsan? Başa düşürəm, sən ki Allaha böhtan atırsan, ayəsini inkar edirsən, insanlara böhtan atmaq, insanları yalancı çıxarmaq sənin üçün nədir ki? Heç nədir. Bir adam ki Allahdan qorxmur, Allaha böhtan atır, Allahın ayəsini yalan inkar edir, yalan hesab edir. Onun üçün insanları yalancı çıxarmağa nədir ki? 2 vur 2-dir də. Və bütün bunlardan sonra yenə də kimsə ona alim deyirsə buyursun, getsin, yolu açıqdır. O aliminin arxasınca. Və yer kürəsində mən elə bir müsəlman tanımıram ki, desin ki, mən müsəlmanam, amma kəlmə-i şəhadət gətirmirəm. Məhəmmədən Rəsulullah demirəm. Varmı belə bir müsəlman özünə deyən? Yəqin ki var, amma bu artıq müsəlman olmaz. Çünki müsəlman olmaq üçün Allahı və onun rəsulunu təsdiq eləməlisən. Və əgər təsdiq eləmirsənsə, deməli sən müsəlman deyilsən. Şübhən var. Çünki Allah Teala digər ayəsində deyir ki, Allaha və onun rəsuluna itaət edin və demək sən Allaha və rəsuluna itaətdən çıxmısan.